Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. İşgüzarın növbəti buraxılışında xoş gördük sizi. Bu dəfə sizi Masallıdan salamlayırıq və burada olmağımız təsadüfi deyil. Çünki bu buraxılışımızda Dövlət Məşğul Agentliyi və ABAD-ın ortaq layihəsi olan potensial abadçılara dəstək layihəsinin iştirakçılarına bəhs edəcəyik. Həmin layihənin iştirakçılarının bir qismi Masallıda yaşayır və dövlət dəstəyi ilə, daha dəqiq desək, bu layihənin dəstəyi ilə öz bizneslərini qurublar. Biz də onların təsərrüfatlarına baş çəkib, işləri ilə yaxından tanış olacağıq. İlk dayanacağımız Masallının İskəndərli kəndidir. Burada layihə iştirakçılarımızdan olan Könül Hüseynovanın təsərrüfatı mövcuddur. Məhz layihənin dəstəyi ilə o, bu gördüyünüz məkanda kalbasa və ət məhsulları istehsalı müəssisəsini qurub. Gönül xanım, hər vaxtınız xeyir olsun. Xoş gördük sizi. Bugün gəlmişik sizin müəssisə ilə tanış olmağa. Əvvəlcə istəyərdim, necə oldu bu layihəyə qoşuldunuz? Hardan məlumat almışdınız? Layihəyə necə qoşuldunuz və nə qədər müddət sonra sizə avadanlıqla təmin etdilər? Bu barədə bizə məlumat verərdiniz. Eşitmişdim. Mən də müraciət elədim öz məşğulluğa. Məşğulluqdan da gəlib yoxladılar və mənə avadanlıqları verdilər. Kalpasa aparatı veriblər, vakuum aparatı veriblər, bir də kompresor veriblər. Yəni bu istehsal üçün lazım olan bütün avadanlıqlarla təmin olunmusunuz? Bəli. Gəlin indi siz zəhmət olmasa bu istehsal prosesi haqqında bizə məlumat verin. Necə olur? Xam malı qəbul etdiyinizdən istehsalın son prosesinə qədər olan mərhələni bizə izah edin. Xam malı heyvan alınır, təmiz heyvan kəsilir, həyətli kəsilir. Əti ayrılır sümükdən, sonra onu bir neçə prosesdən sonra aparatdan keçirilir, vurulur və burada da istehsala verilir. Neçə cür məhsul istehsal edirsiniz? 4 cür var hal-hazırda. Hansılardır? Axotnikdir, faskadır, qoyuq ətindən. Bir də mal ətindən servelatdır. Gündəlik istehsal gücü nə qədərdir məsələn? Gündəlik 20 kiloqrama qədər istehsal edirik. Heç bir qatkısı olmur, yəni tam təbii məhsullardır. Yoxan, bəs istehsal etdiyiniz məhsulun satışını necə həyata keçirirsiniz? ABAD-ın dəstəyi ilə ABAD köməkliyi edib, son satışını həyata keçiririk. Gəlin biz məhsulun dadına baxaq. Siz təriflərdiniz ki, məhsul tam təbii və orqanikdir, qatkısı yoxdur. Görək doğrudan da biz onu dadında hiss edəcəyik. Dadına baxaq. Doğrudan da o təbii dadı hiss etmək olur. Dəyərli izləyicilər, belə bir sual yarana bilər ki, bəs siz bu məhsulu necə əldə edə bilərsiniz? Bildiyiniz kimi, böyük supermarket şəbəkələrinin bir çoxunda ABAD-ın xüsusi güşəsi var. Məhz həmin güşədə həm bu məhsulları, həm də potensial abadçıların istehsal etdiyi digər məhsulları almaq mümkündür. Potensial abadçılara dəstək layihəsinin digər bir iştirakçısı da yenə Masallının İskəndərli kənd sakinidir. Füzuli Şah Hüseynov. Qeyd edim ki, şəhid Zeynal Şah Hüseynlinin atasıdır və o qaynaqçı xarrat zərfi üzrə avadanlıqlarla təmin olunub və burada öz kiçik biznesini qurub. Füzuli bəy, xoş gördük sizi. Xoş gəldiniz. Xoşluğunuz olsun. İstərdim bu layihəyə nə vaxt qoşuldunuz, necə qoşuldunuz, necə müraciət etdiniz, hansı avadanlıqlarla təmin olundunuz, bu barədə məlumat verərdiniz bizə. Məşğulluq idarəsinə müraciət edib, siyahıya götürüldü. Ondan sonra onlayn dərslər keçildi. 10 gün onlayn dərs keçəndən sonra imtahan verildi. İmtahanları verdi, ondan sonra zaman keçdi, gəldilər. Birəyləri inşallah ki, gətirdilər, təhvil verdilər. İndi hal-hazırda işiniz necədir? Bax, bildiyim qədərilə, belə gördüyüm qədərilə sifarişlər əsasında işləyirsiniz. Demək olar ki, həm sifarişlər, həm də ki, bizdə sezonlu işdir. Ümumiyyətlə, məndə məsələn, o yay beləcə, bağlar üçün nəzərdə tutulmuş işlərdir. Uşaqlar üçün əyləncə məsələn, yerləridir, bu cür işlərdir. Ona görə sezona hazırlıq hal-hazırda gördük. Belə də sifariş də götürdük, sifarişlə də işləyirik. Bağlar üçün bu yelləncəklər. Bəli, belə bir variantlarımız var. Hal-hazırda bunlar məsələn üçün belə deyək, sifariş verilmiş əyləncəklərdir. Klientin özünün istədiyi bir forma. Özü çertyojunu verə bilər, nümunəsini göstərə bilər, siz onun əsasında bəli, onun əsasında hazırlayırıq. Siz paralel olaraq həm də dülgər işi də görürsünüz. Bəli, biz bunu sintez eləmişik. Həm məsələn taxta işlə dəmir işi, çünki bildiyiniz gördüyünüz kimi məsələn üçün bəzi hissələri dəmirdən olduğu kimi bəzi hissələr də taxtandır. Ona görə biz bunu sintez eləyirik. Tək taxta işi də qəbul edirsiniz? Bəli, taxta işi. Bizdə məsələn üçün qapıdır, pəncərədir, pilləkəndir və yaxud mebeldir. Xidmətin müxtəlif variantını artırmışıq ona görə ki, məsələn üçün əhaliyə daha
çox xidmət edə bilər. Bura isə Masallının Təzə Alvadı kəndidir. Layihə iştirakçılarından biri olan Sevər Səfərova məhz bu kəndin sakinidir və gördüyünüz bu maraqlı məkanda öz kiçik ailə biznesini qurub. Layihə çərçivəsində bu ailəyə süd məhsullarının istehsalı və ət məhsullarının istehsalı avadanlığı zərfi təqdim olunub. Sevər xanım, xoş gördük sizi. Necə oldu ki, bu layihəyə müraciət elədiniz və belə bir biznes qurmaq fikrinə düşdünüz? Mənim anama bağçıdır. Anamın tövsiyəsi ilə mən də məşğulluğa müraciət elədim. Öz biznesimi qurmaq istədim. Aydındır Sevər xanım. Belə başa düşdüm ki, ananız bu sahədə daha təcrübəlidir. Elə ona görə də gəlin ananızdan danışaq. Özünüzü təqdim edin zəhmət olmasa. Ələsgərova Göyçək Salih qızı. Gülşah xanım, bax bu biznes ərsəyə gəldi. Siz özünüz əvvəldən abadçıydınız, bu istiqamətdə işləyirdiniz və sizin tövsiyəniz əsasında qızınız da müraciət etdi. Necə oldu, hansı avadanlıqlarla təmin edildilər və hal-hazırda belə deyək, bu ailə biznesi hansı mərhələdədir? 2016-cı ildən başlamışıq və bu günə qədər də ət məhsullarının istehsalı olan sasika məhsulu istehsal edirik və sasikamız da bu gün hal-hazırda satışdadır, süfrələrin bəzəyidir demək olar ki. Mən Abadda öz ailə üzvlərimlə işləyirəm, qızım da mənimlə birlikdə çalışırdı. Elə oldu ki, mən də ona bu layihənin məlumatlandım. Bu layihəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Məşğulluq Agentliyinə müraciət elədik, layihəyə qoşuldu. Təlimlərdə 10 gün iştirak elədi. İstehsal zamanı bizim bəzi avadanlıqlara ehtiyacımız var idi. Onların da ki, maddi durumumuz demək olar ki, onu vermirdi almağa. Bax, bugün hal-hazırda qarşısında durduğumuz buz aparatıdır ki, bizə lazım idi, stolu idi. Ətin keyfiyyətin, temperaturunu yoxlamaq üçün termometrlər idi. Bizim özümüzün var bugün vakum aparatı. Amma ondan bir dənə idi. Amma bugün məşğulluğum sayəsində mən artıq bir dəfəyə 4 dənə sasiskanı pakovka eləyirəm bir dəfəyə. Həm burada elektrikə qənaət olur, həm büdcəmizə qənaət olur. İstehsal gücü nə qədərdir bu balaca müəssisəniz? Bir gündə bizim əgər istehsalımız olsa 50 kilo, 60 kilo, hətta yayda uzun günlərdə 100 kilo. Bugün bazarda da bilirsiniz ki, ən böyük supermarketlərdə bizim istehsal elədiyimiz sasiskalar Avadın sayəsində satılır. Gülşah xanım, elə gəlin bir avadanlıqlarla da tanış olaq. Sizə təqdim olunan avadanlıqlar. Biri deyəsən elə bu buz aparatıdır. Buz aparatıdır. Hal-hazırda da işləyir, buzu istehsal eləyir. Bax bugün burada. Və bildiyim qədərilə sizə ən lazım olan avadanlıqlardan biri bu idi. Biri bu idi. Stoldur, paslanmaz məhsuldur, termometrlərdir. Bu da vakum aparatıdır ki, bununla hal-hazırda bir dəfəliyə 4 dənə biz paçkanı istehsal eləyirik. Gülşah xanım, bildiyim qədərilə sizdə ət məhsul istehsalı ilə paralel həm də süd məhsulları istehsalı avadanlıqlar da verilibdir. Bax, bununla bağlı məlumat verədiniz. Bu nə aparatıdır? Bu hal-hazırda elə süd toplanılır, ehtiyac olanda, zakazımız olanda bununla biz pendir istehsal eləyirik. Bu pendir aparatıdır. 200 litrlik südün burada biz pendirin istehsal eləyirik. Nə qədər pendir çıxır oradan? Baxır südün keyfiyyəti, üzlü süd var, üzsüz süd var. Tərkibindən asılıdır o bizim istehsalımız. Belə başa düşdüm, ət istehsalı daha mütəmadidir. Bəli, süd bu isə isə sifariş olandan. Sifariş olandan olana. Bəli. Aydındır, uğurlar. Dəyərli izləyicilər, bu dəfəki buraxılışımızda Masallı rayonunda yaşayan abadçılarımızdan, layihə iştirakçılarımızdan bəhs etdik. Növbəti verilişdə görüşmək ümidi ilə.